Salam əziz abituriyentlər. Növbəti bir qeydi sizinlə paylaşıram. Birinci qeydimiz sifətlə bağlı olacaq. Sifətlə bağlı qeyd olacaq. Deməli, ağıllı olmaq, gözəl olmaq, yağlı olmaq, xəstə olmaq və s. Bu tipli sözlər, ağıllı olmaq, xəstə olmaq, gözəl olmaq, yaxşı olmaq, pis olmaq, bu tipli sözlərdə olmaq, etmək, eləmək sözləri, bu tipli sözlər sifət deyil. Olmaq, etmək, eləmək sözləri mürəkkəb feil yaradır. Yəni necə olmaq, gözəl olmaq, necə olmaq ağıllı, necə olmaq gözəl, necə olmaq. Yəni bunlarda gözəl, ağıllı, yağlı, xəstə sözləri sifət deyil. Olmaq, etmək, eləmək sözləri mürəkkəb feil yaradır. Yəni bunlar sifət yox, mürəkkəb feil sayılır. Ancaq şəhərdə olmaq, kənddə olmaq, burada olmaq yaşamaq mənasındadırsa, şəhərdə oluram, şəhərdə yaşayıramsa, bu zaman burada olmaq yaşamaq mənasını ifadə edir. Yəni mürəkkəb feil sayılmır. Bir-iki dənə də orfoqrafik qeyd deyim sizə. Məsələn, dinozavr yazılır. Daha səliqəli yazaq. Dinozavr yazılır. Dinozavr yazılmır. Belə yazılır. Dinozavr yox. Dinozavr. Sonra sehirbaz yazılır. Sehirbaz deyil. Sehirbaz yazılır. Sehirbaz deyil. Belə əziz abituriyentlər və şagirdlər, bu qaydaları da özünüz üçün qeyd dəftərinizə yazmağı unutmayın. Dinlədiyiniz üçün təşəkkür.